Bismillah. Bürclərin 25 marta ən düz proqnozu. 25 mart 2026 üçün bürclərin gündəlik proqnozu artıq daha güclü enerjilərlə gəlir. Bu gün dəyişiklik, qərar və taleyüklü qarşılaşmalar ön plandadır. Qoç, yeni başlanğıc üçün şanslı gündür. Uzun zamandır düşündüyün addımı ata bilərsən. Boğa, pul məsələlərində ehtiyatlı ol. Gəlir var, amma xərclər də arta bilər. Əkizlər, gözlənilməz xəbər ala bilərsən. Bir xəbər həyatında yeni istiqaməti açacaq. Xərçəng, keçmişlə bağlı bir məsələ yenidən gündəmə gələcək. Bu dəfə həll etmək şansın var. Şir, sənin üçün uğurlu gündür. Diqqət mərkəzində olacaqsan və istədiyini əldə etmək şansın yüksəkdir. Qız, biraz gərginlik ola bilər. Səbirli olsan günün sonunda rahatlayacaqsan. Tərəzi, sevgi həyatında gözəl dəyişikliklər var. Sənə qarşı hisslər daha açıq olacaq. Əqrəb, pul və iş sahəsində güclü fürsət gəlir. Doğru qərar versən böyük qazanc mümkündür. Ox atan, yeni insanlarla tanışlıq və yeni planlar gündəmdədir. Hərəkətli bir gün olacaq. Oğlaq, məsuliyyətlərin artsa da uğur sənin tərəfindədir. Əziyyətinin qarşılığını alacaqsan. Dolça, gözləmədiyin bir fürsət qapını döyə bilər. Açıq fikirli ol. Balıq, intuisiyan çox güclüdür. Daxili səsinə qulaq atsan səhv etməzsən. 25 martın enerjisi, taleyüklü qərarlar günü, pul və işdə fürsətlər, sevgi həyatında açılmalar.